Dərs 32-nin izahına baxaq. Azərbaycanın fiziki coğrafi rayonlaşdırılması. Bilirik ki, hər bir ölkədə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yaxud da bir-birinə oxşar olan ərazilər var. Bu istər iqliminə, istər relyefinə, istər landşaftına və s. görə fərqlənə bilər. Bu fərqlənmə fiziki coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma ölkə, vilayət, yarım vilayət və rayon vahidləri üzrə aparılır. Respublikamız iki fiziki coğrafi ölkənin, diqqət edək, ölkə, iki fiziki coğrafi ölkə, Qafqaz və Ön Asiya ölkəsinin daxilində yerləşir. Bu fiziki coğrafi ölkələrin daxilində də 5 fiziki coğrafi vilayət ayrılır. Vilayət ikinci gəldi. 5 fiziki coğrafi vilayət ayrılır. Böyük Qafqaz vilayəti, Kiçik Qafqaz, Kür çökəkliyi, Lənkəran vilayəti. Bu 4 vilayət Qafqaz ölkəsinə aiddir. Orta Araz vilayəti isə Ön Asiya ölkəsinə aiddir. Sonra gəlir yarım vilayət. Bəs yarım vilayət nədir? Böyük Qafqaz, Kiçik Qafqaz, Kür çökəkliyi vilayətləri şimal-şərq və cənub-şərq olmaqla yarım vilayətlərə bölünür. Amma Lənkəranla Orta Araz yarım vilayətə bölünmür, çünki sahələri kiçikdir. Ən kiçik rayonlaşdırma vahidi isə fiziki coğrafi rayondur. Ən son rayondur. Respublikamızda 19 fiziki coğrafi rayon var. Böyük Qafqaz, Kür dağarası, Kiçik Qafqaz, Lənkəran və Orta Araz vilayətləri. 5 vilayət var. Hər bir vilayət də ayrı-ayrılıqda rayondan ibarətdir. Böyük Qafqaz vilayətinə Samur Dəvəçi rayonu, Qonaqkənd rayonu, Zaqatala Lağıc rayonu, Şamaxı rayonu və Qobustan-Abşeron rayonu aiddir. Kür dağarası çökəkliyi vilayətinə Qanıq-Əyriçay, Ceyrançöl Acınohur rayonu, sonra Qazax Qarabağ rayonu, Küdrü Şirvan rayonu, sonra Arazboyu və Kür Araz rayonu aiddir. Kiçik Qafqaz vilayətinə isə Gəncə rayonu, Qarabağ rayonu, Qarabağ Vulkanik Yaylası rayonu və Həkəri rayonu aiddir. Lənkəran vilayətinə Lənkəran rayonu və Talış rayonu. Orta Araz vilayətinə isə Şərur, Ordubad, Günnüt, Qapıcıq rayonları aiddir. Böyük Qafqaz vilayəti. Böyük Qafqaz vilayəti Respublikamızın şimal-şərq hissəsini əhatə edir. Buradakı hündürlük amplitudu ölkəmizin hündürlük amplitudundan eynidir. Hündürlük amplitudu ən aşağı nöqtə ilə ən yuxarı nöqtə arasındakı fərqdir. Ən aşağı nöqtə Xəzər sahilində -27-dir. Ən yuxarı nöqtə isə Bazar düzüdür, 4466 bu hissədə yerləşir. Deməli, hündürlük amplitudu ölkəmizin amplitudundan eynidir. Bundan başqa burada Baş Qafqaz, Yan, Niyal dağ, Ləngəbiz, Ələt, Qobustan alçaq dağlığı, Samur Dəvəçi ovalığı, Qusar maylı düzənliyi və s. kimi əsas relyef vahidləri yerləşir. Yüksək dağlığı Yura dövrünün, orta dağlığı Tabaşir dövrünün çöküntüləri ilə örtülmüşdür. Eyni zamanda burada paleogen və neogen yaşlı çöküntülərə də çox rast gəlinir. Dağətəyi hissədə isə 4-cü dövr çöküntüləri yayılmışdır. Bura seysmik cəhətdən fəal ərazidir, xüsusilə də Dağlıq Şirvan ərazisi. Ümumilikdə Böyük Qafqaz vilayətində
neftlə zəngindir. Əsas da Abşeron Qobustan hissəsində. Samur Dəvəçi ovalığında və cənub-şərqində Siyəzəndə də neft hasil edilir. Yanar şistlərdən Qobustan, İsmailli və Qubada yayılmışdır. Yanacaq mənşəli faydalı qazıntıdan başqa, burada müxtəlif tikinti materialları, mineral sular aiddir. Bu ərazi üçün səciyyəvidir. Bu hissədə Respublikamızda mövcud olan əsas iqlim tiplərinin demək olar hamısına rast gəlinir. Orta illik temperaturu müsbət 14 dərəcədir, yağıntı 1000-1600 mm arasında dəyişir. Çayları əsasən Xəzər dənizinə tökülür. Samur, Qusar, Quru, Qudyal, Qara, Vəlvələ, Şimal-Şərq hissəsinin çayıdır. Qanıq Əyri çay çökəkliyinin çaylarına Katex, Tala, Çişin, Kürmük çaylarıdır. Qobustan, Abşeron çaylarına Sumqayıt, Ceyran keçməz, Pirsad çayları aiddir. Sonra bu ərazidə olan göllər. Şorsulu və şirinsulu göllər hər ikisi də var. Abşeronda olan göllər tektonik və şorsulu olur. Masazır, Böyük Şor, Binəqədi və s. Qəbələdə yerləşən buzlaq mənşəli Tufan göl, Şabran rayonunda Ağzıbirsala gölü Böyük Qafqaz vilayətinə aiddir. Böyük Qafqaz vilayətində Samur, Dəvəçi, Qonaqkənd, Dağlıq Şirvan, Zaqatala, Lahıc və Qobustan, Abşeron kimi 5 fiziki coğrafi rayona bölünür. Abşeronun iqlim diaqramına diqqət etsək, temperatur, yağıntı 14,4 temperaturdur. 247 milli il ərzində yağıntının göstəricisidir. Kür çökəkliyi vilayəti. Kür çökəkliyi vilayəti Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının arasında yerləşir. Bura Acınohur, Ceyran çöl alçaq dağlığından Xəzər sahilinə qədər olan hissələr aiddir. Acınohur alçaq dağlığı 1000 metrə qədər, Xəzər sahili isə -27 metrə qədər ərazini əhatə edir. Təbii ki, okean səviyyəsindən. Bu ərazidə əsas relyef vahidləri Ceyran çöl Acınohur hissəsi, Bozdağ silsiləsi yerləşir. Ümumilikdə Kür çökəkliyi vilayətində Qanıq Əyri çay, Şirvan düzü, Qarabağ, Gəncə Qazaxda çayların iri gətirmə konusları yerləşir. Şərq hissəsində isə Xəzər dənizi sahilində dəniz çöküntüləri daha çox yayılmışdır. Ceyran çöl Acınohurda Neogen dövrünün çöküntüləri yayılıb. Kür çökəkliyində isə ümumilikdə 4-cü dövr süxurları daha çox yayılıbdır. Burada təbii sərvətlərindən tikinti materialları, neft, qaz, ən çox da müalicə palçığı, naftalan hissəsində və mədən suları yayılmışdır. İqlimi isə qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Qanıq Əyri çayda, Acınohurun şimal hissəsində isə qışı quraq keçən mülayim isti iqlimə rast gəlinir. Kür çökəkliyində orta temperatur 14,5 dərəcə Selsi, yağıntının miqdarı 200-400 mm-dir. Buxarlanma qabiliyyəti 1200 mm, rütubətli əmsali isə 0,3-dür. Vilayətdə daimi axarlı çayları var, amma vilayətin daxilində yaranan daimi axarlı çay yoxdur. Yəni öz daxilində yaranan yoxdur. Bu hissədən Kür və Araz çayları keçir. Onun qolları həm Böyük Qafqaza, həm Kiçik Qafqaza aid olan çoxsaylı qolları birləşir. Kür çayında, üzr istəyirəm, Kür çökəkliyində suvarma çox həyata keçirilir. Bunun üçün su anbarları, suvarma kanalları çəkilmişdir. Və suvarma çox olduğu üçün təbii ki, qurunç suları da səthə yaxın yerləşmişdir, yeraltı sular və bu da şoranlaşmaya gətirib çıxarır. Bunun qarşısını almaq üçün kollektor drenaj şəbəkəsi yaradılmışdır. Kür çayı boyunca burada çaydərə mənşəli göllər yerləşir. Sarısu, Ağgöl, Mehmangöl, Hacıqapı, Candar göl və s. Bu ərazidə landşaft və torpaq tipləri həm zonal, həm intrazonal qanuna uyğunluğa tabedir. Burada boz qonur, boz çəmən, şoran, şorakət, açıq şabalıdı, çəmən meşə torpaqları yayılmışdır.
Eyni zamanda efemerli, yəni bir illik bitkilər daha çox təşkil edir. Qanğəyri çayda yeraltı sular səthə yaxın yerləşdiyi üçün düzən meşələrin yaranmasına səbəb olmuşdur. Kür boyunda isə tuğay meşələri yayılmışdır. Burada daha çox yarım səhra landşaftı üstünlük təşkil edir. Burada suvarılan torpaqlarda taxılçılıq, üzümçülük, pambıqçılıq, quru subtropik bitkiciliyi inkişaf etmişdir. Kür çökəkliyi vilayəti daxilində Qızılağac, Şirvan, Ağgöl milli parkları, Qarayazı, Eldar Şamı, Türyan çay, Kor çay kimi qoruqlar yerləşir. Kür çökəkliyi vilayətində Qanğəyri çay, Acnohur Ceyran çöl, Küdri Şirvan, Arazboyu, Qazaq Qarabağ, Kür Araz fiziki coğrafi rayonları ayrılır. Kiçik Qafqaz vilayəti Respublikamızın cənub ümumilikdə Respublikamızda yerləşən Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağının cənub-şərqini əhatə eləyir, amma Respublikamızın qərb hissəsində yerləşir. Ən yüksək hissəsi Murovdağda yerləşən Camış dağıdır, 3724 metr yüksəkliyi var. Ən aşağı nöqtəsi isə Zəngilan rayonunda Araz çayı sahilində 300 metrə qədər ərazilərdədir. Burada enli istiqamətində Murovdağ silsiləsi uzanır. Bundan başqa Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi və s. uzanır. Eyni zamanda Qarabağ vulkanik yaylası, Yazı yaylası bu əraziyə uyğun gəlir. Burada Xocalı çökəkliyi, Umudlu çökəkliyi, Qırmızı Bazar, Tuğ çökəklikləri yerləşir. Kiçik Qafqaz vilayətini Paleozoy, Mezozoy və Kaynozoy dövrünün suxurları ilə örtülmüşdür. Bilirik ki, alt Paleozoya aid ən qədim suxurlar burada tapılmışdır. Yüksək dağlığında Mezozoyun Yura, orta dağlığında Tabaşir dövrünün suxurları yayılmışdır. Eyni zamanda Kaynozoy dövrünün Paleogen, Neogen 4-cü dövrə aid suxurları geniş yayılmışdır. Alt Paleozoy dedik əsri çay dərəsində, Yura yüksək dağlıqda, Tabaşir orta dağlıqda. Paleogen, Neogen və 4-cü dövr isə nisbətən düzən ərazilərdə daha çox yayılmışdır. Bura faydalı qazıntı ilə də zəngindir. Ən çox dəmir, alinut, mis, xromit, qızıl, civə, eyni zamanda qeyri-filiz faydalı qazıntılardan mərmər, bentonokili və s. ilə zəngindir. Kiçik Qafqaz vilayətində yağıntının orta illik temperaturu 10 dərəcə ilə 0 dərəcə arasında, yağıntı 400 min mm arasında dəyişir. Əsas çayları Kür və Araz çaylarına aid olan çaylardır. Vulkanik yayladan başlayan çaylar Tərtər və Həkəri çaylardır. Çaylar əsasən yeraltı sularla qidalanır. Bundan başqa qar və yağış suları ilə qidalanan çayları da mövcuddur. Göllərinə gəldikdə Göygöl, Maral göl, Zəli göl, Ördək göl uçqun mənşəli göllərdir. Qarabağ vulkanik yaylasında böyük və kiçik ala göllər vulkan bənd, İşıqlı Qara göl isə vulkan krater mənşəlidir. Böyük Alagöl, Kiçik Alagöl, Qara göl, Maral göl dağ çəmən landşaftında, Göygöl isə dağ meşə landşaftında yerləşir. Kiçik Qafqaz vilayətində Göygöl Milli Parkı, Bəsit çay və Qaragöl qoruqları, Qubadlı, Daşaltı, Laçın və Arazboy yasaqlıqları yaradılmışdır. 4 rayona Gəncə, Qarabağ dağları, Qarabağ vulkanik yaylası və Həkəri rayonlarına bölünür. İqlim diaqramlarına diqqət yetirsək, Şuşa və Kəlbəcərdə isti sunun iqlim diaqramını görə bilərsiniz. Lənkəran vilayəti şimaldan şimal-şərqdən Kür-Araz ovalığı ilə əhatə olunur. Şərqdən Xəzər dənizi ilə, cənubdan İran Respublikası ilə əhatələnir. Vilayətin ən hündür hissəsi Kömürçü 2493, ən aşağı hissəsi isə Xəzər sahilində -27 metrdə yerləşir. Əsas relyef vahidləri Lənkəran ovalığıdır. Bu, təbii ki, Kür çökməsinə aiddir.
Kiçik Qafqaz qalxmasına aid olan Talış Beşdəsər, Brovar və Dizdon silsilələri var. Talışda əsasən 3-cü dövrün, Paleogen dövrün vulkan çöküntüləri daha çox yayılmışdır. Lənkəran ovalığında 4-cü dövrün çay və dəniz çöküntüləri daha çox yayılmışdır. Faydalı qazıntılardan əsas tikinti materialları və mineral suları çoxdur. Mineral sulardan isti su, meşə su, aşağı ağ körpü, ərkivan, qotur su, domuz ötən və s. aiddir. Lənkəran vilayətində rütubətli subtropik iqlim hakimdir. Burada havanın orta illik temperaturu 14 dərəcə, ən çox yağıntı da respublikamızda bu hissəyə düşür ki, 400-1800 mm arasında dəyişir. Əsas yağıntının 80% soyuq dövründə düşür. Ona görə də ilin isti dövründə çaylarda suyun səviyyəsi azalır. Lənkəranda yayı quraq keçən mülayim isti iqlim hakimdir. Talış dağlarında yağıntının paylanmasında dedik inversiya mövcuddur. İnversiya yüksəyə doğru dağ qalxdıqca yağıntının azalmasıdır. Burada yağıntı əsasən dağların ətəklərinə düşür. Talışın yüksək sahələrində qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi, yayı quraq keçən soyuq iqlim, qışı quraq keçən soyuq iqlim tiplərinə də rast gəlinir. Çay şəbəkəsi əsasən Xəzər dənizi hövzəsinə aiddir. Lənkəran çay, Astara çay, Viləş çaydır. Bir demişdik, Bolqar çay burada Xəzər hövzəsinə tökülmür. Lənkəranda həm bu vilayətdə ovalıq, həm dağlıq ərazilərdə sarı torpaqlar yarılmışdır. Eyni zamanda dedik, Lənkəran həm relik, həm endemik bitkilər üçün əsas vətən hesab olunur. Bu ərazidə landşaft inversiyası baş verir. Bunun da səbəbi Talış dağlarında hündürüyə doğru yağıntının azalmasıdır dedik. Alçaq hissədə qonur meşə, yuxarı hissədə qəhvəyi dağ meşə torpaqlar yayılmışdır. İnversiya nədir? Dağda havanın temperaturunun, yağıntıların, landşaftın və s.'nin yüksəyə doğru qanuna uyğun olmayaraq dəyişməsi, paylanmasıdır. Bu ərazidə Lənkəranda yerləşən Hirkan Milli Parkında relikt ağac növləri qorunur. Vilayət sitrus meyvəçiliyi ilə, çayçılıq və faraş tərəvəzçiliklə daha çox məşhurdur. Burada Talış dağları və Lənkəran ovalığı olmaqla iki fiziki coğrafi rayon ayrılır. Orta Araz vilayəti, buna Naxçıvan vilayəti də deyirik. Respublikamızın cənub-qərbində yerləşir. İran, Ermənistan, Türkiyə ilə sərhəddə malikdir. Burada əsas Zəngəzur və Dərələyəz dağları əsas hissəsini təşkil edir. Dərələyəz və Zəngəzur silsiləsi. Eyni zamanda arid denudasiya iqliminin daha çox hakim olduğu ərazidir. Əsas relief vahidləri Kiçik Qafqaza aid olan Zəngəzur və Dərələyəzi dedik. Eyni zamanda Ordubad, Yayça, Gülüstan düzləri, Sədərək, Şərrur, Böyükdüz, Naxçıvan düzləri aiddir. Geoloji quruluşu mürəkkəbdir. Burada Paleozoyda, Mezozoyda, eyni zamanda Kaynozoya aid süxurlar daha çox yayılmışdır. Faydalı qazıntılarla filiz faydalı qazıntılar, molibden, paraqaçay, diyaqçayda, polimetal gümüşlüdə, mis, qeyri-filizlərdən travertin, daş duz daha çox yayılmışdır və mineral sular. Badamlı, Sirab, Vayxır, Darıdağ və Cuğa mineral suları məşhurdur. Bura respublikamızda ən kontinental, yəni ən quraq ərazi hesab olunur. Ən çox ümumi günəş radiasiyası, ən aşağı və ən yüksək temperatur bu vilayətdə qeydə alınmışdır. Yağıntıların orta illik miqdarı 209 mm arasında dəyişir. Ərazinin əsas çaylarına Arazın sol qolları, Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay, Ordubad çay aiddir. Eyni zamanda burada Batabak, Göygöl, Qanlıgöl kimi şirin sulu göllər mövcuddur. Bu göllər dağ-çəmən landşaftında yerləşir. Orta Araz vilayətində torpaq bitki örtüyü, landşaft qurşaqları yüksəklik qurşaqlığı üzrə dəyişir. Dağlıq ərazilərdə arid iqlim yayıldığı üçün meşə landşaftı zəif inkişaf etmişdir. Meşələr yalnız burada talalar şəklində mövcuddur. Yarımsəhra landşaftında boz-boz qonur şoran torpaqlar,
Dağlıq ərazilərdə Şabalıdı, Qəhvəyi meşə, dağ, çəmən torpaqları üstünlük təşkil edir. Orta Əraz vilayətində Şərur, Ordubad, Gündüz, Qapıcıq, fiziki coğrafi rayonları ayrılır.